Mənim pulumu niyə bastı köpək oğlu? Hə? Mənim pulumu bastığı gördüm ha. Mən sənin nəfiyə işlədim, və qızavət eləmə. Mən o pulu səndən borc eləyəcəkdim. Yalandan deyəm 10 günə verirəm. Verməyəcəkdim. Aha. Sən bir yol zəng vuracaqdın mənə, mən cavab verməyəm. Peyğam verək, dəstəsdən çıxaldam. Gələk qapımıza, bilmirəm, şikayət eləyək, davamı çıxa, gedək yoldaşlarım yanında mənim dalımca danışıq. Gönlə işi rahat elədim. Bir yol basmada mən tamam elədim bu işi, xulas elədim, bastım. Vermirdim. Mən o pulu sənə verməyəcəkdim. Qulaq as, iki halətdən xaric deyil ki. Mən ya basacaqdım verməyəm, ya da borc eləyəcəkdim verməyəm. Heç fərq eləmir bunlar. Bastım baba, bir fikri də rahat oldu da. Dostluğumuzla bir həm vurmayaq elən yataq. İşi... Sən də bir dənə iş gör. Tüpür gövə, qoy düşə öz üzüyə. Niyə? Ki halətdən xaric deyil ki, mən tüpürəm üzüyə, ki özü tüpürə gövə düşə üzüyə fərq eləmir. Tüpür. Sən qız.